O vaxtı evdən elə şeylərə motivasiya verən yox idi. Yəni nə edirdim, mütləq sənin başından vururdular ki, keç bir tərəfə, səndə alınası deyil deyə. O vaxt daha çox idi bu. İndi uşaqlar daha sərbəstdir. Mən həmişə deyirəm ki, indiki uşaqlar, indiki gənclər daha çox irəlidədirlər də. Çünki bizə necə deyirlər? Deyirlər ki, bizim dövrümüzdə, həmişə böyüklər necə deyirdi? Bizim dövrümüzdə. İndi mən o sözü heç vaxt istifadə eləmirəm. Bizim dövrümüzdə uşaqlar daha yaxşı idi sözünü istifadə eləmirəm. Ay nə bilim, pul verirdin, qaç onu al, qaçıb gəlirdilər, sözə baxırdılar. Mən heç istəmirəm, elə sözə baxmaq lazım deyil. Çünki biz həmişə qulluqçu olmuşuq da, yəni mənim yadımdadır ki, bizə kimsə nəsə deyirdi, qaçıb eləyirdi. Onu elə eləyirdi. Bilmirəm, qorxu idi böyükdən, yoxsa hörmət idi. Onun adını belə düz əməli tapıb demək də olmur. Buna həmişə deyirlər ki, o vaxtda hörmət var idi böyüyə. Amma biz böyüdük və bu psixologiya bizdə çox pis təsir qaldı. Həqiqətən bu çox təsiri pis olaraq qaldı. Niyə? Çünki həmişə fikirləşirsən ki, sən kiməsə sanki borcun var, bunu eləməlisən. Böyüdü deyə eləməlisən. O deyirsə mütləq olmalıdır. Amma insan sərbəst olanda, azad olanda, öz fikirləri olanda, qərarları olanda o böyüdür, balacadır, fərqi yoxdur. Mən öz övladımın belə dediyini eləyərəm. Çox da ki, balacadır, amma onun fikri, yəni onun üçün önəmlidirsə, ən azı ona görə eləyərəm. Amma bizim dövrümüzdə belə şeylər təbii ki, yox idi. Uşağa diqqət ayırmaq, hörmət eləmək, bu məsələlər heç biri gündəmdə deyildi, təəssüf ki.